إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Ben birinci Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Rabbimiz, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və Kəmal qardaşın dediyi kimi inşallah həcclə bağlı əhkamlara toxunacağıq və çalışacağıq ki, bu ay ərzində bu mövzunu bitirək və istifadə etdiyimiz ədəbiyyatda Şeyx Albani Rahiməhullahın Cəbir radiyallahu anhunun hədisindən təlxis etdiyi, müxtəsər olaraq nəql etdiyi əhkamlardır. Hansı ki, Cəbir radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin həccini nəql edib bizə. Eləcə də Şeyx Abdülmuhsin Əl-Əbbad Hafizahullahın Təbsirun Nəsiq və Əhkamil Mənəsiq həcc etmək istəyən üçün həccin əhkamlarının bəyanı və ya onun üçün həccin əhkamlarının elminin bəyanı adlı kiçik bir risaləsi var və ya həcc etmək istəyən gözünün açılması, həccin əhkamlarının ona bildirilməsi adlı, belə də desək, kiçik bir risaləsi var. Hər iki ədəbiyyatdan istifadə edib çalışacaq ki, həccin qısaca əhkamlarına toxunaq və çalışacaq bəzi xırdalıqlar hansı ki, əksər insanlar bilmir və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindədir bu ibadətdə, onlara toxunaq. Necə ki, Cəbir radiyallahu anhu nəql edir, necə ki, alimlərimiz onu bizə bəyan edib, o şəkildə çatdıraq sizə. Və ilk öncə bu əhkamlara başlamamışdan əvvəl toxunacaq həccə gedən qardaşlarımız və bacılarımız üçün bəzi nəsihətlər hansı ki, gərəklidir, faydalıdır, hansı ki, alimlərimiz tövsiyə edir və toxunacaq həccin fəzilətinə, toxunacaq həccin şərtlərinə, hansı şərtlərlə icazəlidir və toxunacaq rukunlarına və vaciblərinə, müstəhəblərinə. Və ilk başlayacağımız mövzu həccə gedən üçün qısa nəsihətlərdir, hansı ki, alimlərimiz buyurub və xüsusən də Şeyx Albani Rahiməhullah öz risaləsində, həcclə bağlı risaləsində hansı ki, dedi ki, Cəbir radiyallahu anhunun hədisindən götürüb və istəyən qaydar o risalədə ayrıca çap olub və kitab şəklində nəşr edilib. Və Cəbir radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin həccini vəsf edib. Və necə ki, gəlir hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 9 il oturdu Mədinədə, həcc etmədi. Və elə ki, hicrətin 10-cu ili oldu, bəyan etdi ki, və ya xəbər saldı ki, həccə çıxacaq. Və deyir ki, Cəbir radiyallahu anhu və Mədinəyə çoxlu sayda insan axışdı. Hamısı istəyirdi Peyğəmbər sallallahu aleyhi və səlləmin həcc etdiyi kimi həcc etsinlər. Nə üçün? Həcləri səhih olsun deyə. Ona görə Peyğəmbər gələcək qabaqki dərslərdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm miqatda ehrama girdiyində və miniyyə qalxanda Cəbir radiyallahu anh deyir ki, baxdım önümdə insan var idi, arxamda insanlar var idi, sağımda, solumda insanlar var idi. Hamısı gəlmişdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi həcc kimi həcc etsinlər. Bu göstərir ki, səhabələr həris idilər ibadətlərinin düzgün olmasına, nəinki həccdə, digər ibadətlərdə də. Ona görə də həccə niyyətlənmiş insan və həccə niyyətlənmiş zəvvar, qardaşımız və bacımız ən birinci Allah'tan qorxmaq ona tövsiyə olunur. Bu əzəmətli ibadətdə Allah'tan qorxmaq və bacardıqca Allah'ın qadağan etdiyi haramlardan çəkinməlidir. Çünki Allah Taala buyurur ki, Əl-Həccu əşhurun məlumət, həcc bilinən aylardadır. Və bu bilinən aylar da, həcc ayları da bildiyimiz kimi Şəvval ayıdır, Zilqədə ayıdır və Zilhiccənin ilk günləridir, hansı ki, o günlərdə həcc ibadəti yerinə yetirilir. Və deyir ki, Allah Teala el-həcc əşhurun ma'lumat. Həcc bilinən aylardadır. Fəmən farada fihinnən həcc fələ rafəsə və lə fusuqa və lə
cidələ fil həcc. Kimin boynuna həcc fərz olubsa, yəni həcc etdiyində Allah Teala buyurur ki, fasiqlik etməsin. Yəni pis söz, pis əməl danışmasın. Həmçinin ehramda olduğunda qadını ilə yaxınlıq etməsin. Və sonra buyurur ki, həcdə həmçinin mübahisə, mücadilə etməsin, yəni kiminləsə. Və deyib ki, sallallahu aleyhi və səlləm, kim həcc edərsə və həccinə xələl gətirən fasiqlik və ya qadınla yaxınlıq etmək ondan çəkinərsə, qayıtdığında anasından yeni doğulmuş bir kəs kimi qayıdar. Yəni günahlardan təmizlənmiş, pak. Əgər bunu edərsə, onda həcci məbrur həcclərdən sayılır. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edib bizə ki, məbrur həccin əvəzi ancaq cənnətdir. Və sonra həmçinin tövsiyə olunur ki, bu əməldə ixlaslı olasan. Çünki bu əməl, bu ibadət, hansı ki, görəcəksiniz, bütün insanlar bir məkana axışır. Allah Taala'nın çağırışına cavab olaraq o əzəmətli ibadəti yerinə yetirmək üçün görəcəksən ki, eyni məkanda, eyni gündə, hansı ki, əzəmətli gündür həmin günlər, eyni libasda, eyni təlbiyə dillərində bir olan Allah Taala'ya yönəlib, onun çağırışına cavab olaraq o əzəmətli ibadəti yerinə yetirməyə gəlirlər. Hansı ki, o əzəmətli ibadət tövhidi özündə əks etdirir. Ona görə də ixlaslı olmalıdır insan əməlində və şirkdən uzaq olmalıdır. Şirkdən uzaq olmalıdır. Ne üçün? Çünki görəcəksiniz və alimlər də buyurur ki, nə çox görmüşük ki, əksər insanlar görsən ki, hətta bu əzəmətli ibadəti yerinə yetirərkən də yenə belə şirkə düşürlər. Görsən ki, Allahdan qeyrisindən istəyirlər, Allahdan qeyrisinə sığınırlar, ölülərə, salihlərə, peyğəmbərlərə sığınırlar. Ehtiyaclarını onlardan istəyirlər, onlara dua edirlər, Allahdan başqa digər hansı ki məxluq da onlar da nə bir zərər verir, nə bir fayda verir, onları çağırırlar. Hətta o dərəcədə ki, Allahdan qeyrisini and içmək və s. kimi zəlalətlər, xurafat, şirk və bidətlər, hansı ki görsən ki, bu ibadətdə də zəvvarlar ona da yönəlir. Hətta o əzəmətli ibadətdə bu xurafatı, bidəti, şirki tərk etmirlər. Halbuki Allah Teala bəyan edib ki, kim ona şərik qoşarsa onun əməlini puç edər, batil edər. Və həmçinin tövsiyələrdən, bu əzəmətli ibadətlərdən insan riyadan çəkinməlidir. Yəni, həcc ibadəti yerinə yetirən insan bilməlidir ki, həccə gedir Rəbbinin çağırışına cavab verərək. Hansı ki, Allah Teala çağırıb öz məxluqatını, insanları, öz möminlərini çağırıb onun əzəmətli ibadətini yerinə yetirsinlər. Və onlar da əgər onun çağırışına cavab verib gəlirlərsə, onda riyadan uzaq olmalıdırlar. Riya üçün olmamalıdır əməllər. Dedi ki, ixlasla olmalıdır. Görürsən ki, bəziləri elə zənn edir ki, bu ibadəti yerinə yetirmək ora gedib hansısa adı qazanmaqdır. Və ya orada hansısa şəhadətə və ya diploma nail olmaqdır. Həcc desinlər. Və ya ona qaydandan sonra məclislərdə başda qoyulsun, oturulsun deyədir. Və hətta görsən ki, elələri onlara o ziyarətdən qaydandan sonra həcci deyilmədiyində onlara görsən ki, qəzəblənir ona görə. Qəzəblənir. Halbuki o ibadət ad qazanmaq üçün deyil, əksinə Allaha yaxınlaşmaq üçün fərz edilmiş bir ibadətdir. Allahın razılığını qazanmaq üçün, Allahın cənnətini qazanmaq üçün fərz edilmiş əzəmətli bir ibadətdir ki, insan o ilə Allaha yaxınlaşır. Günahlarının bağışlanmasını diləmək üçün, əzəmətli savablara yələnmək üçün o əzəmətli ibadəti yerinə yetirir ki, həcci məbrur olsun, qaydanda günahlardan təmizlənmiş qayıtsın. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm fikir versək, baxmayaraq Allah Taala'nın elçisi idi, lakin həccə çıxanda deyirdi ki, Allahumma həccətən lə riyə fiyhə və lə sümə. Deyirdi, Allahım, elə bir həcc ki, orada nə riyakarlıq var, nə riyakarlıq olsun, nə də kiminsə eşitdirmək ki, yəni mən həcc edirəm. Və tövsiyələrdən biri də insan səy göstərməlidir, çalışmalıdır ki, bu səfərə çıxanda yanında olan insanlar salihlər olsun, hansı ki faydalana bilsin o səfərində. Bəli. Və həmçinin çalışmalıdır ki, səfərə çıxdığında edəcəyi ibadətin əhkamlarını öyrənsin. Edəcəyi ibadətin əhkamlarını öyrənsin. Və edəcəyi ibadətin əhkamlarını düzgün öyrənsin ki, həcci düzgün olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm
vida həccində həcc edərkən nə deyirdi? Deyirdi ki, xudu anni mənasikakum. Məndən həccinizin əhkamlarını götürün. Məndən həccinizin əhkamlarını götürün. Yəni düzgün yerinə yetirəsiniz deyə, həcciniz düzgün olsun deyə. Həmçinin insan bu səfərə çıxanda özü ilə varıdırsa bacardığı qədər öz malından götürməlidir ki, insanlara möhtac olmasın. İnsanlardan nəsə istəməsin. Çünki iffətli olmaq əzəmətli bir nemətdir. Və kim iffətli olarsa Allah Teala onu iffətli edər. Və kim Allahla kifayətlənərsə Allah Teala onu varlı edər. Və bəs edir ki, varlığı qəlbində olar. Və həmçinin həccə gedən insan gözəl əxlaqa yiyələnməlidir. Gözəl əxlaq sahibi olmağa çalışmalıdır və insanlarla müamilə etdiyində də onlarla bu gözəl əxlaqla müamilə etməlidir. Onlara qarşı kobud olmamalıdır. Eləcə də bu əzəmətli ibadət Allah Taala'nın zikrini özündə cəm edib, Allah Taala'nın tövhidini özündə cəm edib, məşğul etməlidir özünü Allahın zikri ilə, dua ilə, istiğfarla, dilini qorumalıdır, ancaq xeyirdə dilini işlətməlidir və şərdə dilini işlətməməlidir. Əksinə, dünya və axirəti üçün nə xeyirlidirsə, nə tələb olunursa, onda danışmalıdır və əgər dünya axirəti üçün nə şərdirsə, dilini qorumalıdır və çalışmalıdır ki, müsəlmanlara əziyyət eləməsin, nə dili ilə, nə əməli ilə, eləcə də digər insanlara əziyyətin hər bir növündən çəkinməlidir. Əziyyət verməyin hər bir növündən, xüsusən də əgər siqaret çəkəndirsə, insanlara siqaret çəkərək əziyyət verməməlidir. Onsuz da bu əməl şərdir, istər həcdə, istər qeyri-həcc olmayan dönəmdə. Və bəs edir ki, zərərdir insanın nəfsinə, malına və xəstəliklərin səbəbidir və çəkinməlidir. Əgər hələ çəkinməyibsə bu eybəcər əməldən, bu çirkin əməldən həccə çıxırsa tövbə etməlidir və bu əməlindən çəkinməlidir. Yəni orada Səid qardaş günahı daha böyükdür. Yəni onun necə savab orada daha çox olur. Necə savablar daha əzəmətlidirsə, eləcə də günahın özü daha əzəmətlidir. Ona görə də çəkinməlidir bu cür günahlardan, hansı ki, həcdən əvvəl o günahlar üzərində idi və həcc fürsətdir. Əgər müvəffəq olubsa, həcc fürsətdir onun üçün bu əməllərdən çəkinsin. Eləcə də həcc etmək istəyən çalışmalıdır. Həccə çıxdıqda bacardığı qədər Allahın haram etdiklərindən çəkinsin. Xüsusən də kişilər, hansı ki, bəzi haramlar var. Görürsən ki, həcdən qabaq da edirlər və həcdə də edirlər və qaydandan sonra da hələ də edirlər. Və Şeyx Albani bunların bəzisinə toxunub və buyurub ki, çalışmalıdır kişilər, bəzi haramlar var ki, hansı ki, onlardan görürsən ki, əksəri edir ondan çəkinmək və misal olaraq gətirib ki, saqqalın qırxılması, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir və qadağan edib qırxmağı və şeyx buyurur ki, görürsən ki, bəziləri saqqalını qırxmaqla bəzənir, həccə çıxsa belə. Halbuki, Peyğəmbər sallallahu aleyhi və səlləmə müxalifliyidir, istər həcdə, istər qeyrisində. Eləcə də kişilərin qızıl üzüyü taxmağı və eləcə də ipək paltar geyməyi. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib ümmətin kişilərinə qızıl üzük taxmağı, ipək paltar geyməyi və bəyan edib ki, bu haramdır. Xüsusən də ümmətin kişiləri üçün, necə ki, Əli ibn Əbi Talib radiyallahu anhudan nəql olunan rəvayətdə bu öz əksini tapıb. Əksinə qızıl ipək ümmətin qadınları üçün icazəlidir, kişiləri üçün isə qadağadır. Eləcə də buyurur ki, şeyx, əgər kim həccə çıxmaq istəyirsə və özü ilə heyvanı sürüb gətirməyib, yəni niyyət etməyib miqatdan özü ilə heyvan gətirməyə əfsəl olan odur ki, təməttü həcci etsin. Və gələcək deyəcək qabaqçı dərslərdə, deyəcək təməttü həcci nədir? Və təməttü həcci Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə həcc olaraq etməsi vacib olan son əmridir. Ən əfsəl həcc təməttü həccidir, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabına onu əmr edib. Və ən son əmri də budur. Ona görə də kim özü ilə heyvan gətirməyibsə miqatdan və qiran həccinə niyyətlənməyibsə, əfsəl odur ki, təməttü həcc etsin. Nə ifrad həcci, nə qiran həcc etsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə bunu əmr etdi və hətta qəzəbləndi səhabələrinə görəndə ki, onlar onun əmrini yerinə yetirməyə tələsmirlər, tərəddüd edirlər, həclərini ümrəyə çevirməyiblər, qəzəbləndi onlara. Çünki təməttü həcci nədir? İnsan
miqatdan ilk olaraq ümrəyə niyyət edir. Sonra ümrəsini edəndən sonra ehramından çıxır, həcci gözləyir və sonra həcc günləri gəldiyində həccə niyyətlənib yenidən ehrama girir və həccini tamamlayır. Sonra sonda Allah üçün qurban kəsir və həccin bəzi qalmış əhkamlarını da yerinə yetirib vətəninə qayıdır. Amma qiran olan həcci o idisə, insan özü ilə heyvanı özü ilə gətirir. Həccə gələndə miqatdan ta qurban gününə kimi heyvanı özü ilə gətirir, çatdırır o qaldığı yerlərdə, Minada, Müzdəlifədə, Ərəfədə o yerlərdə sürür və ya Məkkənin qurban kəsilən yerlərində saxlayır. Həccin tamamında o qurbanı kəsir. Bu qiran həccidir. İfrad isə insan ümrə etmir həcdə. Sadəcə həccə niyyətlənir və gəlir gələcək qabaqçı dərslərdə ki, ümrə etmədən sadəcə tavaf edir. Birinci tavafı, yəni ilk gəldiyi tavaf-ül qudum deyilir ona. Tavafını edir, sonra səy edir və səy həccin səyindən sayılır. Sonra həccin sonunda qurban kəsmir. Qurban kəsmir və sadəcə ziyarət tavafını edir. Ondan sonra həccinin qalmış əhkamlarını edib həccini bitirir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edib ki, ümməti üçün ediləcək həcc təməttü həccidir və onu əmr edib ən son olaraq. Ona görə dedik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qəzəblənir bəzi əshabına. Görəndə ki, onlar onun əmrini yerinə yetirmir. Deyir ki, ümrə həccə daxil olub qiyamətə kimi. Ümrə həccə daxil olub qiyamətə kimi. Və bəzi səhabələri soruşanda ki, ya Rasulallah, əfi mut'atinə həzihi, bizim bu təməttü həccimizdə, yəni mut'a sözü bəziləri elə zənn edirlər ki, ancaq siğəyə deyilir. Və görürsən ki, bu cür gələn hədisləri gətirirlər ki, bu siğə ilə bağlıdır. Halbuki bunlar təməttü həccidir. Hansı ki, bəzi səhabə qadınlardan nəql olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtı biz mut'a edirdik, yəni təməttü həcc edirdik. Onu qəsd edirdilər. Bəzi zəlalət əhli isə onu yozub. Ona görə bu hədisdə deyir ki, ərayətə mut'atinə hədihi li'aminə. Görsəz ki, bizim təməttü etməyimiz bu ilmizədir, əml-i-ləbəd, yoxsa ki, və yaxud da ki, davamiyyətli olaraq, yəni əbədiyyətə qədər və Peyğəmbər sallallahu aleyhi və səlləm barmaqlarını birinin içinə salır, deyir ki, dəxələtul umratu fil həcci ilə yevmül qiyamə. Ümrə həccə daxil oldu qiyamətə kimi, lə bəllil əbədi, bəllil əbədi. Deyir ki, əksinə əbədiyyən, əbədiyyən. Və həmçinin gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edib Fatıməyə radiyallahu anhə və bəzi zövcələrinə ki, ümrə etdikdən sonra ehramlarından çıxsınlar. Yəni, həcci ümrəyə çevirsinlər və ümrə etdikdən sonra ehramlarından çıxsınlar və hər şey onlara halal olub. Ehramdan qabaq nə haram edirsə, ondan sonra hər şey onlara halal olub. Necə ki, İbn Məsud radiyallahu anhə deyir ki, kim evi tavaf edərsə, yəni Kəbəni tavaf edərsə, artıq halal olub. Peyğəmbərinizin sünnəsidir, istəməsəz belə. Göstərib ki, vacib olan həcc, hansı ki, müsəlmanlar yerinə yetirməlidir, təməttü həccidir. Ona görə də kim həcc aylarının birində ümrə edibsə, artıq ona təməttü həcci etmək vacib olur. Yəni, Şəvvalda və yaxud Zilqədədə və ya Zilhiccənin əvvəllərində ümrə edibsə və öz ölkəsinə qayıtmayıbsa, artıq ona təməttü həcci etmək vacib olur. Və sonra, yəni, ümrəsini edəndən sonra gözləyir, ta ki, Zilhiccənin 8-ci günü gələndə, yəni tərviyə günü və deyəcək nə üçün tərviyə günü adlandırıb Zilhiccənin tərviyə 8-i, çünki həmin gün insanlar artıq həccə çıxırdılar və həccə çıxanda özləri ilə su daşıyırdılar Minaya və o yerlərdə su olmadığı üçün o günə tərviyə günü deyirdilər. İnsanlar ora özləri ilə su daşıdıqlarına görə. Tərviyə günü həccə niyyət edir. Və şeyx deyir ki, həmçinin həcc etmək istəyənə nəsihət olaraq diqqət et, Zilhiccənin 8-ci günü Minada gecələməyi tərk eləmə. Ərəfa gecəsi Minada gecələməyi tərk eləmə və şeyx onu vacib görür. Şeyx Albani rahimehullah onu vacib görür və əksər alimlər sünnə görüb həmin günü. Lakin İbn Ömər radiyallahu anhudan həmin gün haqda, Zilhiccənin 8-ci günü haqda soruşulanda ki, Peyğəmbər sallallahu əleyhi və səlləm tərviyə günündə qalmışdı. O gün Minada qalmaq sünnədir, yoxsa vacibdir? İbn Ömər radiyallahu anh deyir ki, gördüm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Minada gecələdi. Və ikinci də kəs soruşulanda yenə eyni şeyi deyir. Deyir ki, gördüm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Minada
gecələdi. Baxmayaraq sünnədir o əməl. Və sonra üçüncü dəfə soruşulanda qəzəblənir. Deyir ki, sizə deyirəm, Peyğəmbər sallallahu aleyhi və səlləm minada gecələdi. Siz isə soruşursunuz, yəni həmin gün orada qalmaq sünnədir, yoxsa vacib. Göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əməlini etmək daha əfsəldir. Və şeyx dedi ki, həmin tərviyə günü minada gecələməyi vacib görür. Və alimlərdən eləcə də Şeyx Abdülməhsin Əbbad həmin günün minada gecələməyin sünnə olduğunu vurğulayıb. Gələn varid olan dəlillərə əsasən. Həmçinin şeyx buyurur ki, eləcə də Müzdəlifədə gecələməyi tərk eləmir. Çünki əksər zəvvarlar tərk edir onu. Görəcəksiniz, əksər zəvvarlar Müzdəlifədə gecələmir. Sadəcə gəlir, 10-15 dəqiqə dayanıb, sonra keçib gedirlər. Halbuki şeyx buyurur ki, bu vaciblərdəndir. Və gecələməsən belə, itirsən o gecələməyi, orada namaz qılmağı itirmə. Və Şeyx Albani orada deyir ki, sözünün bu yerində, bu ondan daha vacibdir. Yəni, minada gecələməkdən daha vacibdir. Əksinə, bəzi alimlər rukun görüb Müzdəlifədə gecələməyi və orada sübh namazını qılmağı. Necə ki, Şeyx Albani vurğulayır ona. Yalnız zəiflərə və qadınlara Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verib gecə yarısı oradan çıxmağı. Gecə yarısına kimi qalıb, sonra çıxmağı Müzdəlifədə. Və gələcək bu əhkamlar təfsilatlı olaraq, sadəcə nəsihət olaraq alimlər həccə getmək istəyənlərə ilk olaraq bunları tövsiyə edir və deyir ki, bacardıqca o müqəddəs torpaqlarda, istər Məkkədə, istər Mədinədə olsun, məscidlərdə namaz qılanların önündən keçmə və o hədislər ki, gəlib ki, o məscidlər istisnadır, onların heç biri səhih deyil, sabit deyil, əksinə sabit olan hədis, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çəkindirir namaz qılanın qabağından keçməyi, deyir ki, namaz qılanın qabağından keçən bilsəydi, ona nə var və nə cəza var, nə günah var, 40 dayanardı. Dayanmağı onun üçün daha xeyirli olardı o namaz qılanın qabağından keçməkdən. Və alimlər dedi ki, Peyğəmbər s.ə.v demədi 40 gün və ya 40 il, ay, heç nə demədi. Dedi, 40 dayanmağı onun üçün namaz qılanın qabağından keçməkdən daha xeyirlidir. Həmçinin dedi ki, öyrənməlidir əhkamlarını, eləcə də elm əhli, alimlər bacardıqca həcdə zəvvarlara öyrətməlidirlər həccin əhkamlarını. Harada qarşılaşdılar? Deməli, Səhər o bir yaxki suala qaydaq. Deməli, qabağından keçmək həmçində Məkkə və Mədinəyə aiddir. Bəli, heç bir məscid. Biz görürük ki, orada buna, yəni belə deyim, demək olar ki, 90% riayət olunur. Heç bir məscid istisna deyil. Hə. Heç bir məscid istisna deyil. Bu hədis bütün məscidləri əhatə edir və o rəylər hansı ki, alimlərdən nəql olur ki, Məkkə, Mədinə məscidləri, Peyğəmbər məscidi, Kəbə məscidi istisnadır, ona dəlil yoxdur. Quran və sünnədən. Əksinə bu hədis ümumidir və bütün məscidləri özündə əhatə edir. Və dedi ki, alimlər öyrətməlidir insanlara həccin əhkamlarını, xüsusən də əksər insanlar həccin əhkamlarından görürsən ki, cahildilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində etdiyi kimi o əhkamları yerinə yetirə bilmirlər. Və ən əsası da həcc ibadətinin əsas qayəsi olan tohidi, hansı ki, İslamın əsasıdır o. Onu insanlara öyrətməlidirlər ki, bu ibadət özündə tohidi cəm edib, hansı ki, Peyğəmbərlər buna görə göndərilib, kitablar buna görə nazil olub. Çünki əksər insanlar dedi ki, cahildilər. Və görürsən ki, hətta bəziləri birliyə çağırırlar, lakin tohiddən kənar bir birliyə. Halbuki onların, yəni insanların birliyi sırf Allah Taala'nın tohidində olmalıdır. Allah Taala'nın uluhiyyətini, rububiyyətini, ad və sifətlərini həyata keçirməklə birlik olmalıdır. Belə olarsa, ümmətdə birlik olacaq, ümmətdə mehribanlıq olacaq, səhvlər birləşəcək, Quran və sünnə üzərində etiqad salamat olacaq, insanlarla müamilə, insanlarla davranış salamat olacaq, istər əxlaqi cəhətdən, istər həyatın digər sahələrində, hansı ki, tohid bunların hamısını özündə cəm edir. Yox, əgər tohid yoxdursa, onda müsəlmanların birliyindən danışmağın mənası yoxdur, müsəlmanların mehribançılığından danışmağı yoxdur. Əksinə, tohid olmayan yerdə daima rəzillik olub, zəlalət olan yerdə xəsarət olub və təfriqəçilik və zəiflik olub ümmətdə. Və həmçinin şeyx buyurur ki, Şeyx Albani rahimehullah,
Allah Taala bizə əmr edir ki, həcc edəcəksə həccimizi pozacaq əməllərdən uzaq olaq. Xüsusən də mübahisə etmək boş-boşuna və ya batilcəsinə mücadilə etmək. Amma ki, o mübahisə ki, hansı ki elm üzərindədir və gözəl bir üslubdadır, hansı ki o dəvətdəndir, onda şeyx buyurur ki, bir qadağa yoxdur. Çünki Allah Taala buyurub ki, Rəbbinin yoluna dəvət et hikmətlə, gözəl moizə edərək və onları gözəl bir üslubda onlarla mübahisə et. Lakin görsə ki, bu mübahisə ədavətə gətirib çıxarır və həccinə xələl gətirə bilər, onda tərk etməyi daha əfsəldir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, mən zamin dururam cənnətin ən yüksək yerində kim mübahisəni tərk edərsə, haqlı olarsa belə, kim haqlı olarsa belə, haqlı olduğu halda mübahisəni tərk edərsə, cənnətdə onun üçün ən yüksək yerində onun üçün ev zamin dururam. Və sonra bilin ki, həccin fəzilətləri böyükdür. Hansı ki, alimlər Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olmuş bu hədisləri cəm ediblər və səhabələr ümmət üçün bu hədisləri qoruyub saxlayıblar və nəql ediblər. Və o hədislərə baxanda görərsən ki, həqiqətən bu ibadət əzəmətli ibadətdir. Və sabitdir Peyğəmbər sallallahu aleyhi və səlləmlə həm həccin, həm ümrənin fəziləti haqda səhih hədislər, hansı ki, bəzilərinə toxunacaq. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hureyranın rəvayət etdiyi hədisdə, hansı ki, İmam Muslim nəql edir, deyir ki, Əl-umratu iləl-umrati kəffaratun limə beynəhumə. Bir ümrədən digər ümrəyə onlar arasında olan günahlar üçün, yəni ümrə kəffarədir. Yəni günahların bağışlanması üçün səbəbdir. Və sonra buyurur ki, məbrur həccin əvəzi isə ancaq cənnətdir. Və həmçinin buyurub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həcc və ümrəni davamiyyətdə edin. Həqiqətən bu ikisi kasıblığı və günahları aradan qaldırır. Necə ki, körük dəmirin, qızılın və gümüşün pisliyini aparır. Pasını aparır. Necə ki, körük dəmirin və qızılın, gümüşün pasını aparır. Və sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və məbrur həccin savabı ancaq cənnətdir. Və bəzi rəvayətlərdə gəlib ki, körük dəmirin pasını apardığı kimi qızıl və gümüş zikr olunmur. Həmçinin Ayşə radiyallahu anhədən gəlib həccin fəziləti haqda deyir ki, radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləmə dedim ki, biz görürük ki, cihad ən əfsəl əməllərdəndir. Biz cihad edəkmi? Yəni qadınlar cihad etsinlərmi? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, xeyr, lakin ən əfsəl cihad məbrur həcdir. Qadınlar üçün. Və bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Ayşə radiyallahu anhə, ey Allahın elçisi, qadınlar üçün cihad var. Və bu başqa rəvayətdir, hansı ki, İbn Məcə rəvayət edib, həmçinin İbn Xuzeym öz səhihində nəql edib, deyir ki, qadınlar üçün cihad var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onlar üçün cihad var, hansı ki, orada vuruşmaq yoxdur. Yəni, orada qətl etmək yoxdur. Sonra deyir ki, həcc və ümrə. Və həmçinin Əbu Hureyra radiyallahu anhudan soruşulanda, Əbu Hureyra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşulanda ki, hansı əməl daha əfsəldir? Deyir ki, Allaha və elçisinə iman etmək. Deyilir ki, sonra hansı? Deyir ki, Allah yolunda vuruşmaq. Sonra yenə soruşulur ki, sonra hansı? Deyir ki, məbrur həcc. Və dedi ki, məbrur həcc o həcdir ki, onda heç bir naqislik yoxdur. Yəni, insan həccini edəndə onda heç bir naqisliyə yol verməyib. Ona xələl gətirəcək heç bir pis əməli və heç bir pis sözü danışmayıb. Və həmçinin Əbu Hureyradan gəlir ki, kim həcc edərsə və həccinə xələl gətirək fasiqlik və ya qadınla yaxınlıq etmək, o əməlləri etməzsə, ondan uzaq olarsa, qayıtdığında anasından yeni doğmuş bir kəs kimi qayıdır. Yəni, günahlardan təmizlənmiş bir kəs kimi qayıdar. Və həmçinin gəlib Əmr ibn As radiyallahu anhudan deyir ki, Əmr ibn As radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ömər radiyallahu anhuya deyir ki, ey Ömər, məgər bilmirsən, İslam özündən qabaq nə varsa hamısını silir. Yəni, özündən qabaq nə günahlar olubsa, İslamdan qabaq nə günahlar olursa hamısını silir. Və sonra deyir ki, məgər bilmirsən ki, hicrət ondan qabaq nə günahlar olursa hamısını silir, pozur. Və sonra deyir ki, məgər bilmirsən ki, həcc özündən qabaq nə günahlar varsa hamısını silir. Və məbrur həcc hansı ki, dedi ki, müsəlman edir onu, Quran və sünnəyə uyğun olan həccdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm necə edib elə etmək, Allah Taala necə əmr edib və elçisi necə edib elə etmək.
Və dedi ki, gəlib Cəbrin hədisində, Cəbr radiyallahu anhu nəql edib bu hədisi. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vida həccində litəxudu anni mənasikakum. Məndən həccinizin əhkamlarını götürün. Fə inni lə ədri ləalli lə əhudcu bə'də həccəti hədihi. Ola bilsin, mən bilmirəm, ola bilsin ki, bu həccimdən sonra həcc etməyim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ömründə bir həcc edib. Bir həcc edib və o həcdə vədə həcci adlanır. Və bəzi rəvayətlərdə gəlib ki, həccin əhkamlarını məndən götürün, mən bilmirəm. Gələn il mən həcc edəcəm, yoxsa yox. Və həmçinin insan həcc etdiyində dedi ki, həccdən qaydanda günahlardan təmizlənmiş kimi qayıdır. Yəni, etdiyi günahlarından, etdiyi istiğfarlar, etdiyi tövbələr, həccdə etdiyi əməllər səbəbdir, insan günahlardan təmizlənsin. Və alimlər ixtilaf edib. Həcc böyük günahları bağışlayır və böyük günahların bağışlanmasına səbəb olur, yoxsa kiçik günahların bağışlanmasına səbəb olur. Və bəzi alimlər deyirlər ki, kiçik günahların bağışlanmasına səbəbdir. Böyük günahlar üçün isə tövbə etmək lazım. Necə ki, bəzi hədislərdə gəlib. Hansı ki, həcc və ümrə ilə bağlıdır. Lakin bəzi alimlər görüb ki, hətta böyük günahları da bağışlanır həcclə. Əgər insan əməlində ixlaslı olarsa və həcci məbrur olarsa, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olarsa, qayıtdığında bütün günahlardan təmizlənmiş qayıdar. Yalnız haqlar qalar, hansı ki, o haqlar insan haqları ilə bağlıdır. O haqları da onlara qaytarmaqla o günahlardan təmizlənə bilər. Əgər bacarsa, onları tapıb haqlarını vermək və ya haqlarını verə bilmirsə, onlardan üzür diləməklə, bağışlanma diləməklə və əgər onu bacarmırsa da dili ilə onlar üçün dua etməklə və həccin vacibləri var, hansı ki müstəhəbləri var və rukunları var, hansı ki ona da toxunacağıq. Lakin həcc ibadəti özü-özlüyündə vacibdir və insana ömründə neçə dəfə etmək vacibdir? Bu suala da toxunmaq istəyirik. Eləcə də ömürdə neçə dəfə vacibdir? O suala da toxunmaq istəyirik. Və alimlər deyiblər ki, həcc və ömrə vacibdir hər bir müsəlmana əgər bacarırsa həccə getməyi. Yəni, bacarığı həm mal cəhətdən olmalıdır, həm bədən cəhətdən olmalıdır. Əgər bacarırsa ömürdə bir dəfə vacibdir və ondan artıq edilən nafilədir. Hansı ki, savablar üçün edir. Bir də vacib olur insana həcc və ömrə əgər nəzir edərsə. Əgər nəzir edərsə ki, həcc edəcək və nəzir edərsə ki, ömrə edəcək, onda həcc etmək ona vacib olar. Və kim nafilə həcci üçün niyyətlənib çıxıbsa, ondan yarımçıq qayıda bilməz. Ondan yarımçıq qayıda bilməz, onu tamamlamalıdır. Yəni, burada bir məsələ ilə toxunuruq. Elə ibadətlər var ki, insan ona başlayır. Sonra yarıda deyir ki, mən bugün onu etmək istəmirəm və niyyətini dəyişir. Məsələn, oruc. Oruç tutur səhər, günorta deyir ki, orucumu pozmaq istəyirəm. Və niyyət edir, orucunu pozur, orucun iftarını açır və yeməyini yeyir, orucu pozulur. Amma həcc elə deyil. Həcc elə ibadətlərdəndir ki, niyyətlə desə də ki, mən onu pozmaq istəyirəm, onu poza bilməz. Çünki Allah Taala bizə əmr edib ki, həcci və ömrəni tamamlayaq. Necə ki, Bəqərə surəsi 196-cı ayədə Allah Taala deyir ki, "Və atimmul həcce vel umrata lillah." Ona görə nafilə həcci niyyətlənir. Ehrama girən kəs, miqatdan keçib ehrama girib artıq həccə yönəlib, yarı yolda desə ki, həccimi pozmaq istəyirəm, həcci pozulmur. Əksinə ona deyilir ki, tamamlı həcci. Lakin Quran və sünnədə gəlib ki, insan üçün ona boynuna düşən həcc ömürdə bir dəfədir. Necə ki, Quran və sünnədə və icmada bu öz əksini tapıb və onun üzərində əgər malı varsa və vaxt tamamdırsa, yəni həcc vaxtı gəlib çatıbsa və malı da varsa çıxmağa, tələsərək həccə çıxmalıdır. Həcdən yayına bilməz. Deyə bilməz ki, bu il getməyim, gələn il gedərəm. Yox, imkanı var və müvəffəq olubsa həccə getməyə və bədən cəhətdən sağlamdırsa həccə çıxmalıdır. Çünki Allah Taala'nın onun üzərinə qoyduğu bir borcdur. Ona görə Allah Taala nə deyir? "Valillahi alan-nasi hiccul beyt men istata ilayhi sabila." Ora gedib Allahın evinə gedib çata bilənlərin Allah qarşısında borcu həcc etməkdir. Allah Taala buyurur. Və sonra deyir ki, "Və men kafara fe innallaha ganiyyun anil alamin." Və kim küfr edərsə,
Yəni kim istəməzsə getmək və getməzsə Allah Taala aləmlərdən varlıdır. Yəni möhtac deyil aləmlərə. Və gəlib hədislər dəlalət edir ki, həcc İslamın rukunlarından bir rukundur. Necə ki, Abdullah ibn Ömər radiyallahu anh'ın hədisi, eləcə də digər səhabələrdən İslamın ərkanları haqqında nəql olunan hədislər, Cəbrailin hədisi, eləcə də İslam 5 dayaq üzərində qurulub. Gəlib ki, o dayaqlardan biri də həcdir. Və bəzi rivayətlərdə gəlib ki, kim bacarırsa evi həcc etsin və o kim bacarırsa ora çatmağa evi həcc etsin. Və hədis uzundur, ona görə biz dəlil nəyə dəlalət edirsə o məqamlara toxunuruq hədislərdən. Və Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xütbə verirdi, dedi ki, ey insanlar, artıq sizə həcc fərz edilib, həcc edin. Və bir kişi dedi ki, hər il ya Rasulallah, Peyğəmbər sallallahu aleyhi və səlləm sakit durdu. Sonra həmin kişi bir də təkrarladı ki, hər il ya Rasulallah, yenə Peyğəmbər sallallahu aleyhi və səlləm sakit durdu. Və kişi üçüncü dəfə təkrarlayandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bəli desəydim vacib olardı və bacarmazdınız. Amma qaldı ki, ömürdə bir dəfə vacib olmağına dəlil kimi alimlər gətirirlər Ayşə radiyallahu anh'ın hədisini, hansı ki, bundan əvvəl zikr etdik ki, qadınlar üçün də cihad var. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, bəli, o cihad ki, onda vuruşmaq yoxdur və deyir ki, həcc və ümrə. Deyirlər ki, ümrə də həcc kimi ömürdə bir dəfə vacibdir. Həmçinin Cəbrailin hədisi, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ondan nəql edir, Ömər radiyallahu anhu nəql edir Cəbrailin hədisini başqa bir ləfzlə. Peyğəmbər sallallahu aleyhi və səlləm orada İslamın ərkanlarını zikr edəndə deyir ki, İslam şəhadət etməkdir ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd onun elçisidir. Namaz qılmaqdır, zəkat verməkdir, həcc və ümrə etməkdir, deyir sallallahu aleyhi və səlləm. Və sonra deyir ki, cənabətdən qüsl almaqdır, dəstəmazı tamamlamaqdır və Ramazanda oruç tutmaqdır. Necə ki, İbn Xuzeymə və başqaları bu hədisi nəql edib. Eləcə də ümrənin ömürdə bir dəfə fərz olmağına dəlil Əbu Razin Əl-Uqeylinin rəvayət etdiyi hədis deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə ya Rasulallah, atam qoca kişidir, həccə ümrəyə gedə bilmir, karvanla çıxa bilmir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm atamın əvəzinə həcc et və ümrə et. Alimlər gətirirlər ki, ümrə də ömürdə bir dəfə vacibdir. Eləcə də Subay ibn Mə'bəd Ömər radiyallahu anhuya deyir ki, ey möminlərin əmri, mən ərəb bir kişiydim, lakin nəsrani idim. Sonra İslamı qəbul etdim və cihada çıxmağa hərisəm. İstəyirəm cihada çıxım. Və mən eşitdim ki, bəzi insanlardan deyirlər ki, həcc və ümrə etmək sənin boynundadır. Və gəldim hər bir qövmümdən bir kişinin yanına, o mənə dedi ki, həcc və ümrəni cəm et, bir yerdə et. Yəni təməttü həcci. Və deyir, etdim. İkisini bir yerdə etdim. Ömər radiyallahu anh deyir ki, ona hudiytə li sünnəti nəbiyik. Peyğəmbərin sünnəsinə hidayət olundun. Yəni müvəffəq oldun. Bu göstərir ki, ümrə də həcc kimi ömürdə bir dəfə vacibdir, imkanı olan və bədən cəhətdən imkanı olan, yəni sağlam olan insana və ona da toxunacaq həccin və ömrənin şərtlərində. Hansı ki, həccin və ömrənin şərtlərindən görəcəyik ki, həccin və ömrənin şərtlərindən insan qadir olmalıdır mal cəhətdən, həmçinin bədən cəhətdən həcc etməyə. Və sual çıxır ki, həccin və ömrənin şərtləri nədir? Və dedik ki, həcc və ömrə vacibdir, ömürdə bir dəfə. Və kimə vacibdir? İlk öncə ona toxunaq. Vacibdir müsəlmana. Vacibdir müsəlmana. Həmin müsəlman aqil olmalıdır, yəni ağlı başında olmalıdır. Həddi buluğa çatmış olmalıdır. Azad olmalıdır, qadir olmalıdır. Bu 5 şərt və bir şərt də qadınlar üçün əlavə olunur. O da qadın səfərə çıxanda yanında məhrəminin olmasıdır. Və dedik ki, vacibdir müsəlmana. Çünki kafirə həcc vacib deyil İslamdan qabaq. Və İslamdan qabaq həcc etməsi onun boynundan İslam həccini salmır. Əksinə, İslamı qəbul edəndən sonra mütləq o həcci yerinə yetirməlidir. Eləcə də ağıl sahibinə vacibdir. Ağlı başında olana vacibdir. Dəliyə həcc vacib deyil. Və dəlil həcc etsə, ümrə etsə, həcci səhih sayılmaz. Çünki Peyğəmbər s.ə.v bəyan edib ki, gələm 3 nəfərdən
qaldırılıb, onlardan biri də dəlidir ağırlığına qədər. Eləcə də uşaq ondan həcc edərsə, o həcci onun İslam həccinin əvəzini vermir. Həddi buluğa çatan olmalıdır. Uşaq və qul, onlar həcc edərlərsə, yəni uşaq uşaqlığında həcc edərsə və qul da ağası onu həccə götürərsə, hələ azad etməmiş, həccə götürərsə, həccləri səhihdir, lakin İslam həccinin əvəzini vermir. Uşaq həddi buluğa çatan kimi həcc etməlidir, qul azad olan kimi həcc etməlidir. Nədir buna dəlil? Gətirir Şeyx Abdülməhsin Əbbəd İbn Əbbas radiyallahu anhudan, deyir ki, bir qadın uşağı qaldırdı, dedi ki, ya Rasulullah, bunun üçün həcc var, dedi ki, bəli, sənə də savabı var. Və gəlib ki, Səib ibn Yeziddən deyir ki, atam məni Peyğəmbərlə bircə həccə apardı və mənim 7 yaşım var idi. Lakin dedi ki, bu İslam həccinin əvəzini vermir. Əksinə, həddi buluq yaşına çatandan sonra və qul da azad olandan sonra həcc etməlidir. İbn Abbas radiyallahu anhunun dediyinə görə, deyir ki, İbn Abbas radiyallahu anhu, məndən bunu əzbərləyin və deməyin ki, İbn Abbas dedi. Yəni ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə nəql edirəm. Hansı qul həcc edərsə və əhli onu həcc etdirərsə, yəni qulun sahibi onu həcc etdirərsə, sonra azad edərsə onu həcc etməlidir. Və hansı uşaq həcc edərsə, ailəsi onu həcc etdirərsə uşaq ikən, sonra dərk etmə vaxtı gələr, yəni həddi buluq vaxtı gələrsə, ona kişilərin həcc etdiyi kimi həcc etmək var. Yəni yenidən həcc etməlidir. Və sonra dedik ki, həmçinin şərtlərdən qadir olmalıdır insan bədən cəhətdən və mal cəhətdən. Allah Taala bizi həccə çağırıb və bəyan edib ki, boynumuzda ona həcc etmək var. Əgər bacarırıqsa, deyir ki, mən istata aleyhi səbilə. Kim bacarırsa. Bacarırsa burada həm mal cəhətdən qəsd olunub, həm bədən cəhətdən. Ona görə kim xəstədirsə, yəni xəstə sağlam deyilsə, bədən cəhətdən qadir deyilsə və ya malı yoxdursa, acizdirsə, ona həcc etmək vacib olmur. Ola bilər ki, insan malı olsun, lakin bədən cəhətdən gedə bilməsin, aciz olsun. Və ya bədən cəhətdən qadir olsun, mal cəhətdən gedə bilməsin. Aciz olsun, onda da vacib olmur ona. Və gəlib ki, bədən cəhətdən aciz olur, lakin malı olan, gedə bilməyən, onun əvəzinə kimsə həcc edə bilər. Necə ki, bundan əvvəlki hədisdə toxunduq Əbi-Razi ilə Ləvqə ilə deyir ki, atam yaşlı kişidir, həcc edə bilmir, ümrə də edə bilmir, karvanlarla da çıxa bilmir. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, onun əvəzinə həcc və ümrə et. Və həmçinin gəlib Fadl ibn Abbasın hədisində ki, bir qadın gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına xəsəmlə. Peyğəmbər sallallahu aleyhi və səlləm vəda həccinə çıxdığı bir ərəfədə deyir ki, həccin fərzliyi artıq atama yetişib və atam da yaşlı kişidir. Miniyin tərkində otura bilmir, dayana bilmir minikdə. Onun əvəzinə həcc edim, deyir ki, bəli. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə başqasının yerinə həcc etmək icazəlidir insana. Necə ki, Şubrumanın hədisində məşhur hədisdir ki, geçidir ki, bir kişi deyir ki, təlbiyə edir Şubrumanın əvəzinə, deyir ki, kimdir? Deyir ki, qardaşımdır və ya yaxınımdır. Peyğəmbər soruşur onu ki, öz yerivə həcc etmirsən? Deyir ki, bəli. Deyir ki, öz yerivə etmirsənsə, onda onun yerini edə bilərsən. Yəni, kim öz yaxınlarından ölmüş bir kəsin yerinə həcc etmək istəyirsə, şərtlərdən odur ki, ilk öz yerinə həcc etmiş olmalıdır. Öz yerinə həcc etmədən heç kəs başqasının yerinə həcc edə bilməz. Və gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmlə başqa hədislərdə Burayda ibn Əl-Hüseyn radiyallahu anh deyir ki, bir qadın deyir ki, anası vəfat edib. Peyğəmbər sallallahu aleyhi və səlləm xitab edir, deyir ki, anam vəfat edib və həcc etməyib. Onun əvəzinə həcc edibmi? Deyir ki, onun əvəzinə həcc et. Və dedi ki, bədən cəhətdən qadir olmalıdır həmçinin. Bədən cəhətdən və mal cəhətdən qadir ola bilər ki, insan olsun. Məsələn, qadın. Həm malı var, həm bədən cəhətdən sağlamdır. Həcc etmək ona fərz olur? Yox. Ta ki, 6-cı şərt məhrəmi olmayınca. Yəni, məhrəmsiz qadının həccə çıxması icazəli deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm ümumi hədisinə görə ki, qadın məhrəmsiz səfər edə bilməz. Və həmçinin məhrəmsiz onun yanına heç kim girə bilməz. Dedilər ki, ya Rasulallah,
bir kişi dedi ki, ya Rasulallah, mən istəyirəm döyüşə çıxım. İstəyirəm döyüşə çıxım, cihada çıxım və həyat yoldaşım həcc etmək istəyir. Peyğəmbər s.ə.v dedi ki, ona get, onunla həcc et. Bu əzəmətli ibadət, hansı ki, ən əfsəl ibadət. Allah yolunda vuruşmaq. Peyğəmbər s.ə.v o kişiyə deyir ki, qadının həcc etmək istəyirsə, qayıt onu ilə həcc et. Göstərir ki, qadın məhrəmsiz səfərə çıxa bilməz. Və alimlər ixtilaf ediblər. Həcci səhihdir yoxsa yox çıxsa? Və deyiblər ki, həcci səhihdir, lakin məhrəmsiz çıxdığı üçün günah qazanır. Məhrəmsiz çıxdığı günah qazanır, lakin həcci səhihdir. Həmçinin toxunacağımız məqamlardan biri də həcc və ümrənin ərkanları var və vacibləri var və sünnələri var. Həcc və ümrənin ərkanları bəzi məqamlarda birləşir və bəzisində ayrılır. Ümrənin 3 rükunu var. Ehram, hansı ki, ətraflı danışacaq gələcək dərsimizdə. Tavaf, yəni Kəbəni dövrə vurmaq və səy etmək, Səfə Mərvə arasında getmək. Və həccin bu 3 ərkana əlavə olaraq, bu 3 rukuna əlavə olaraq bir rukunu da var. O da Ərəfa günündə dayanmaq. Ərəfa günündə dayanmaq və həcc Ərəfadır. Gələcək dərslərdə ki, həcc Ərəfadır. Əgər kimsə Ərəfada dayanmayıbsa, onun həcci yoxdur. Və ehram dedikdə burada qəsd niyyətdir. Hansı ki, yeri də qəlbdir. Və tavaf dedikdə Kəbəni tavaf etməkdir. Və həcdə rukn olan tavaf ziyarət tavafıdır. Hansı ki, Zilhiccənin 10-cu günündə edilir. Ümrənin tavafı isə ilk insan ümrəyə gəldiyində Kəbəyə düşündə edilən tavafdır. Eləcə də Səfa Mərvə arasında getmək, o da həccin rukunlarındandır və Səfa Mərvə arasında ümrə vaxtı getmək tavafdan sonra edilən səy nəzərdə tutulur. Yəni, tavafdan sonra edilən Səfa Mərvə arasında gedib gəlmək bu ümrənin rukunundandır. Amma həccin səyi hansı ki, ziyarət tavafından sonra ediləndir və ətraflı toxunacaq olaraq. Və eləcə də həccin vacibləri var və ümrənin vacibləri var. Hansı ki, onlarsız naqis olur ibadət. Lakin qurban kəsməklə, yəni qan axıdmaqla və o qurbanı haramın, yəni Məkkənin ərazisində olan kasıblara paylamaqla o naqisliyi aradan qaldırmaq olur. Lakin o qurbanı kəsən, o vacibi tərk edib, boynuna o qurbanı kəsmək kimə düşübsə, o kəsdiyi heyvandan yeyə bilməz. Necə ki, İbn Abbas radiyallahu anhudan nəql olunur ki, kim bu ibadətdən neysə unudarsa və ya tərk edərsə, qurban kəssin və ya qan axıtsın. Və ehram da miqatdandır. Ehram da miqatdandır və onu toxunacaq inşallah gələn dərsimizdə və miqatla bağlı və həmçinin ehramla bağlı mövzular, hansı ki, xırdalıqlar var orada, hansı ki, insanların çoxu görsən ki, ehramda bəzi əməllər var, hansı ki, edirlər, o olmaz. Və bəzi əməllər də var, çəkinirlər ondan, halbuki o mübah əməllərdir. İcazəli əməllərdir və onlara da gələn dərsimizdə toxunacaq və çalışacaq ehram necə giyinilir, onu göstərək və eləcə də ehramı pozan nədir və ehramda nə icazəlidir, onlara toxunaq. Sonra qısaca ümrəni başa salacaq və həccin əhkamlarından bəzilərinə toxunacaq, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həcc edəndə həccini bu cür etmişdir. Allah Teala bizə eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril muslimin kullidən fəstəğfiru innəhu ğafurur rahim.